100 manatdan məmnun deyilsən, 200 gəlir, 200-ə də məmnun olursan. 100 mindən məmnun deyilsən, 200 min gəlir, 200 mindən də məmnun olmursan. Okey, qazanaq, çox qazanmaq ayrı bir şeydir. Amma mövcuda sahib çıxaraq qazana bilərsən. Təkid mən yaxşı pul qazanmağın sirri nədir? Allah'a dayan, saya sarıl, hikmətə ram ol. Budur çıxar yol, yoxdur başqa yol. İşə başlayanda inandırırıq ki, vav, möhtəşəm ideya tapmışam da, super, tapdım, pisiyo. Partladacaq. Bu dəfə partladacaq. Partladacaq. Azərbaycan şirkəti balalayır. Səndəki adam çıxır, səndəki işi görür kənarda. Sahibkar həm arxada, həm öndə, həm strategiya olduğu zaman sahibkar olmur. O işçi olur. İş bilənə əxlaq öyrətmək çətindir, əxlaq ilə iş öyrətmək asandır. Tamam da 7 milyardda 10 nəfər bunu elədi də, bu zəhrimara qalmış geri qalan eləməyib bax. Adam deyir ki, mən kənara çıxsam buradakı şirkətin batacağına. O şirkət onsuz da batıb. Sən kənara çıxanda şirkətin çalışmırsa, o şirkət batıb.